Salam, bugün yeni özəl ətrafında hərəkəti, yerli vaxt, qurşaq vaxtı bölünməsini yazıram. Keçək suallarımıza. Sual 1. 87 dərəcə şərq uzunluğundakı məntəqə hansı saat qurşağında yerləşir? Birinci nə edirik? 87-ni bölürük biz 15-ə. Siz də bir kənarda bölün. 87 bölünsün 15. Baxıram içərisində 5 dəfə var. 5-i 15-ə vuranda neçə edir? 75 edir də. 12 qaldı. Deməli 7,5-dən 12 böyük olduğu üçün üzərinə 1 gəlir. Neçə elədi? 6 edir də. 5-in üstünə 1 gələndə. Sonra biz burada nəyi bilməliyik? Bir də ulum rəqəmlərini tanımalıyıq. Baxın, 6 bu cürlə yazılır. Baxıram cavablarıma. Bir də B variantı var. Sonra keçirəm sual 2-yə. Yerin öz oxu ətrafında hərəkəti zamanı hansı məntəqənin fırlanma sürəti daha böyükdür? Deməli, fırlanma sürəti ekvator xəttində nə deyir? Daha böyük olacaq. Sonra qütblərə doğru sürət azalır. Hətta qütblərdə hərəkətsiz nöqtələrdir. Yəni qrafiklərindən bir çox kitabda bu göstərilibdir. İndi bizdən də deyir ki, nə istəyir? Fırlanma sürəti daha böyük olsun. Ya ekvator xəttinin üstündə olacaq, ya da ekvator xəttinə daha yaxın bir nöqtəni biz seçirik burada. Baxıram ki, burada 3 var. Deməli, mən 3-ü götürəcəm. Hə, ekvator xəttinin üzərindədir. 2-də bizdə deməli cavabımız oldu C variantı. Keçək sual 3-ə. Öz oxu ətrafında fırlanan yer kürəsi 10 dərəcəlik qövsü neçə dəqiqəyə edir? Nə deyir? Öz oxu ətrafında fırlanan yer kürəsi 10 dərəcəlik qövsü neçə dəqiqəyə edir? Bu sualı yazanda biz bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. 1 dərəcəmiz 4 dəqiqədirsə, buraya yazdım 4 dəqiqə. Bir çox sualları biz bu cür eləyəcəyik. 10 dərəcə neçə dəqiqə olacaq? Bilmirik axı x-dır. Onu 4-ə vuranda neçə edir? 40. Deməli 40 dəqiqə. Baxıram cavablarından 40 var. Bəli. 40 dəqiqə var. B variantını nişanlayırsınız. Sonra deməli keçək sual 4-ə. Coğrafi uzunluqlardan hansı 15-ci saat qurşağında yerləşmir? Ekranı təmizləyim. Nə yazıb? Coğrafi uzunluqlardan hansı 15-ci saat qurşağında yerləşmir? Biz birinci burada nə etməliyik? 24-dən mən 15-i çıxıram. Neçə qalır? 9 qalır. Sonra 9-u vurmalıyıq neçəyə? 15-ə. Nə qədər edir? 135. Amma qərb uzunluğu daha bu. Qərb uzunluğundan söhbət gedir. Sonra biz bunun kənar sərhədlərini tapaq. 135-dən mən 7,5 çıxsam, bilirəm ki, bax, xətt çəkirəm bura. 127,5 eləyəcək qərb uzunluğu. Kitablarda da bu verilibdir. Əzbərləyə də bilərsiniz, hesablaya da bilərsiniz. Qərb uzunluğu sonra nəyə gəlməlidir? 135-in üstünə 7,5 gələndə eləyəcək neçə? 142,5 qərb uzunluğu. Bizə baxırıq ki, nə verilibdir burada? Coğrafi uzunluqlardan hansı 15-ci saat qurşağında yerləşmir? 131 yerləşir. 131-in üstünə mən xətt çəkirəm. 140-a baxıram, yerləşəcək. 143 yerləşmir. B variantı. 128-ə baxsaq, yerləşir. 135 yerləşir. Deməli, cavabımız oldu B variantı. 143 dərəcə qərb uzunluğu yerləşməyəcək. Kənarda qaldı. 143,5-dən kənardadır. Keçək sual, deməli, 5-ə. Ekranı bundan təmizləyim. Sual 5-i oxuyaq. Yazıb ki, 21-ci saat qurşağının orta meridianı 24-dən nə edirik? 21-i çıxırıq, qalır 3. 3-ü də vurursunuz 15-ə. Eləyəcək 45. 45 özdə nə? Qərb uzunluğu. Çünki 24-dən çıxdıq axı. 45 qərb uzunluğu baxırıq, variantlarımız da var. Hə, var. Digər variantların da üstünə xətt çəkin, geçsin. Keçək sual 6-ya. 15-ci saat qurşağının orta meridianı. Əvvəlki 4-cü sualla eynidir. Amma biz bunu da hesablayaq. Biz nə edirik birinci? 24-dən çıxırıq neçəni? 15-i. Qalır neçə? 9. 9-u mən vururam. Burada neçəyə? 15-ə. Eləyəcək neçə? 135 dərəcə qərb uzunluğu. 135 dərəcə qərb uzunluğu elədi. İndi baxıram görüm hansı variantda var. Burada B variantında var. 135 dərəcə qərb uzunluğu. Deməli 9 vur 5 35. Yox 45 4 yadda. Bəli 135-dir. Doğru cavab tapdıq. B-dir. Digər variantlarda çıxın getsin. Keçək sual 7-yə.
Görək nə istəyir. Yazıb 45 dərəcə şərq uzunluğu ilə 35 dərəcə qərb uzunluğu arasında nə qədər yerli vaxt fərqi var? Biz bu sualları necə yazırıq həmişə? Baxın, birinci xətlər çəkirik. Bir tərəfə yazırsınız 45 şərq uzunluğu, diğer tərəfinə də yazırsınız 35 qərb uzunluğu. Baxırsınız ki, bunlar fərqli yarımkürələrdirsə, artıq nə edirsiniz? Toplayırsınız. 35-in üstünə 45 gələndə neçə eləyir? Biz bilirik ki, gəlsək 80 eləyəcək də burada. 70-80 dərəcə elədi. 80 dərəcəni mən bilmirəm. X-dır. 1 dərəcəni də bilirəm ki, 4 dəqiqədir. İndi gəlin ekranın yuxarısında buranı pozun. Bir hissəni pozaq buradan. Deməli, 80-i vurursunuz 4-ə. 320 elədi. 320 dəqiqə. Buraya yazım dəqiqə. Sonra nə deyir? İndi bunu saata çevir. 320-nin içərisində 5 dənə 60 var. Yəni 5 saat 20 dəqiqə. Biz bunu yoxlamaq üçün nə edəcəyik sonra? 5-i 60-a vursaq nə qədər eləyir? 320 üstünə də 20 dəqiqəni gələndə. Baxırıq ki, 5 saat 20 dəqiqə 7-də C bəndində var. Diğer variantlarında üstüne nə edirsiniz? Xətt çəkin, geçsin. Bu sualı da bitirdik. Keçək sonra sual 8-ə. Yazıb yer kürəsinin 45 dərəcə fırlanması üçün neçə dəqiqə lazımdır? Mən bilirəm ki, 1 dərəcədən 4 dəqiqədir. Doğrudur. Bəs 45 dərəcə? Deməli, mən bunu çarpaz vurmalıyam. 45-i 4-ə, 4 vur 5 edir 20. 2 yarda. 4 vur 4 16 edirsə, 16-nın da üstünə 2 gələndə nə qədər edir? 18. Yəni 180 dəqiqə elədi. Baxaq görək. Hə, elə dəqiqə ilə deyir. 180 dəqiqə. Saatla desəydi 3 saat. Onda daha asan olardı bizim üçün. Keçək indi növbəti suala. Sual 9. 85 dərəcə şərq uzunluğunda saat 12:30 olarsa, 155 dərəcə şərq uzunluğunda saat neçə olar? Bunu biz xəritə üzərində hesablasaq daha yaxşıdır bizim üçün. Həm də burada çaşmarıq. 85 dərəcəni yazın bura, şərq uzunluğu. Saat neçədir? 12:30. Sonra nə deyir? 155 dərəcədən söhbət gedir. 155-də mən bura yazıram. Burada yazdım şərq uzunluğu. Burada bilmirəm də saat neçədir. Burada bir xətt var, onu pozum. 85-dən 155-ə qədər baxıram görürəm, fərqə baxıram. 70 gəlsəm üstünə. Yox, bunu ən yaxşı biz çıxmayla elə hesablayaq burada. Sonra səhvliyi olmasın deyə. Nə edirik? 155-dən çıxırıq 85-i. Qaldı 0. 15-dən də 8-i çıxanda 7. 70 dərəcəni mən tapdım. Deməli, buradan buraya 70 dərəcə fərq varsa, mən indi nəyə tapmalıyam? Birinci 70-i tapdıq. 1 dərəcən 4 dəqiqədirsə, 70 dərəcən x-dırsa, 70-i 4-ə vururam, 280 dəqiqədir. Mən bunu nə etməliyəm? Saata çevirməliyəm. Deməli, eləyər içərisində 4 saat 40 dəqiqə. 4-ü 60-a vuranda 240, üstündən də 40 gələndə 280 elədi. Sonra nədir? Burada 12:30-sa, bax, həmişə sağ tərəf toplanır, sol tərəfə gələndə çıxılır. Biz nə edəyək? 12:30-un üstündən 4:30 gəlməliyik. Bax, 4:30 gəlsən. Yox, 12:30-un üstündən 4:40 gələm də. 4:40 tapmışıq axı. Elədi neçə? 16:70. 16:70 eləyib də. İndi 16:70 yazılmadığı üçün bu 70-i mən çevirirəm 1 saat. Gəlirəm 16-nın üstünə. Elədi 17. Burada da qaldı neçə? 10. 17-10. Baxıram cavablarıma. 9-da D variantında var 17-10. Deməli 17-10 doğru cavabdır. Diğer variantların da üstündən xətt çəkin geçsin. Sonra keçək sual 10-a. Bunları da pozum. Sual 10-u da hesablayaq. Bu yazdıqlarımızı da silim geçsin hamısını. Sual 10 haqqında oxuyaq görək. 125 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə saat 13:20-dir. Olduqda London şəhərində neçə olar? Biz bilirik ki, 125 dərəcə şərq uzunluğu
yazsaq bura. Burada saatı veribdir. 13:20. London şəhəri deyirsə 0-dır. Burada da 0 dərəcədir. Nə deyir? London şəhərində saat neçədir? Mən baxıram ki, 125 dərəcə fərq var. Biz bunu fərqli üsullarla eləyə bilərik. Bax, 1 dərəcənin 4 dəqiqədir. 125 dərəcə neçə dəqiqə olur? 125-i 4-ə vuranda, baxın, x-i tapaq. 100 dəfə 100 eləsə, 1 də 4-ə 24. O 1 də gəlsin 500. Yəni 125-i 4-ə vuranda 500 edir. İndi görək bu 500 dəqiqə neçə saatdır. Çünki biz saata çevirməliyik də bunu. Baxıram ki, 500-ün içərisində neçə dənə 60 var? 8 dənə 60-ım var. Çünki 8 vur 64 80, o da 20 dəqiqə. Bura qədər gəldik. İndi 13:20-dən biz 8:20-ni çıxsaq, mən nə demişdim? Sol tərəfdə çıxırdıq həmişə. Baxaq görək neçə edir. 5:00. Deməli, mən tapdım. 5:00. Cavablarıma da baxıram. 5:00. Deməli, onda C variantında var. Digər variantların üstündən xətt çəkin, getsin. Keçək indi sual 11-ə. Ekranımızı bir təmizləyək. Ekranda çox yazı var. Ekranı təmizlədik. Yazıb ki, sxemdə verilmiş A və B məntəqələri arasındakı qurşaq vaxt fərqini tapın. Qurşaq vaxt fərqini istəyir. Bax, birinci mən həmişə tapıram. 48-i 15-ə bölürəm. Neçə edir? Bunun fərqli üsullarla da eləmək olur. İçərisində 3 dəfə varsa, bu neçə edir? 45, 3 qaldı. 7,5-dən kiçikdirsə 3-ə biz dəymirik. Bax, 3-ü yadda saxladıq. Sonra nə veribdir? 57 verib. 57-yi neçəyə bölürsünüz? 15-ə bölürsünüz də. Bunun içərisində 4 dəfə olmaz, 3 dəfə olar. Sonra biz 3-ü 15-ə vuranda 45 eləsə, buradan da 12 qalsa. Qalır 7,5-dən böyüdür. 3-ün üstünə də mən 1 gəlsin. 4 elədi. Sonra nə demişdim? Bu 4 ilə biz 3-ü toplasaq, 3 üstə gəl 4. 7 elədiyi üçün. Deməli, 7 saat fərq var. Qurşaq vaxt fərqini tapdıysa 7 saatdır. A bəndini seçirsiniz. Keçək növbəti suala. Bu sualı da tapdıq. Digər variantların da üstündən xətt çəkim geçsin. Oxuyaq sual 12-ni. Yazıb ki, 8-ci saat qurşağı hansı coğrafi uzunluqlar arasında yerləşir? Biz nə edirik? 8-i vururuq 15-ə. 120. Yadımızda qalmayıb, baxın. Tutaq ki, yadımızdan çıxıbdır. 120 dərəcə şərq uzunluğunu tapıb. İndi 7,5 həm toplayaraq, həm də çıxaq. Eləyəcək neçə? 112,5 şərq uzunluğu. Bax, birinci xəttimiz. İkinci xətt 120 elə. Sonra üçüncü xəttimiz olur neçə? 127,5 şərq uzunluğu. Mən görürsünüz burada necə sərgəli bir şəkildə yazdım. İndi nə deyir? Coğrafi uzunluqlar arasında yerləşir. Baxıram. Yəni bunun kənar sərhədlərini istəyir də. Bu şərq uzunluğunda olmalıdır. 113,5 127,5 şərq uzunluğu. D variantında var. Digər variantların da üstündən xətt çəkin geçsin. 113,5 127,5. Yəni bu sualda yazdıq. Keçək indi sual 13-ə. Sual 13-ə keçdik. Buraları biraz pozum. Əvvəl sualları yazmışıq. Sual 13. 12 dərəcə şərq uzunluğu ilə 29 dərəcə qərb uzunluğu arasında yerli vaxt fərqini hesablayın. Baxın, burada 12 ilə 29. Deməli, nə yazıb? 12 şərq uzunluğu yazıbdır burada. Bir də 29 dərəcə qərb uzunluğu. Burada necə xəttləyərik? 29-u mən bu tərəfə yazacağım, qərb uzunluğunu. 12-ni də bu tərəfə yazacağım, şərq uzunluğu. Fərqli yarımkürələr baxın, biri qərbli, biri şərq. 0 dərəcəni keçir də bunlar. 29-un üstünə 12 gəlsiniz, neçə eləyər?
Gəlin bunu hesablayaq. 29-un üstünə 12 gəlirəm. 1, 1 yatdı. 10, 3 elədi. Bu da 1, 4. 41. Deməli, burada 41 dərəcəyə bir fərq var. Baxın, düz burada. 41 dərəcəyə fərqi tapmışıq. 41 dərəcə fərqi var. Sonra nə deyək? Yerli vaxt fərqini hesablayın. Hə. İndi biz bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. Baxın, 1 dərəcə 4 dəqiqədirsə, yazdım bura. 41 dərəcədən neçə dəqiqədir? X olduğu üçün 41-i mən 4-ə vururam. Elədir, 164 dəqiqə. Cavablarımıza baxırıq, 13-də A bəndi var. A bəndi varsa, digər bəndlərin üstündən xətt çəkin, geçsin. Keçək sual 14-ə. Bu sualın üstünü təmizləyək. Sonra nə yazıbdı sual 14-də? Bakıda yazıb ki, yerli vaxtla saat 14:00 olarsa, başlanğıc meridianında saat neçə olar? Hə, Bakı bilirik ki, baxın, biz götürək 50 dərəcə şərq uzunluğunu, xəttini çəkirəm. Burada yazırıq ki, 14:00-dır. Mən bilirəm ki, 50 dərəcə, yəni 1 dərəcə 4 dəqiqədir, bəs 50 dərəcə, o da 200 dəqiqədir. Bəs 200 dəqiqə neçə saata çevirir? 3 saat 20 dəqiqə. Yəni, içərisində 3 dənə 60, 3 vur 60, 180, 3 dənə 20 gələndə 200 dəqiqə eləyir. Bizim qaydamız var idi ki, sol tərəfə gələndə çıxırdıq. 3:20-ni çıxacam mən 14:00-dan. Amma 14:00-dan 3:20-yə çıxmaq mənim üçün çətin olduğu üçün neyniyəcəm? 13, deməli, 60-dan 13:60-dan neynirəm? 3:20-ni çıxıram. Bu daha rahat oldu. Deməli, 60-dan 20 çıxanda 40 qaldı. 10, 40. İndi cavablarıma baxım görüm 10, 40 varmı hələ? Baxıram. Bəli, 14-də B variantında 10, 40 var. Digər variantların üstündən xətt çəkirəm, geçsin. Pozaq indi bunları. Bu qədər yazdıq, bəs edir. Keçək indi sual 15-ə. Yazıb ki, 11-ci və 7-ci saat qurşaqlarının orta meridianlar arasında coğrafi uzunluq fərqini təyin edin. 11-ci saat. Biz kitabdan da baxa bilərik buna. Amma bilmiriksə kitabda yerini. 15-i vurursunuz birinci neçəyə? 11-ə. Eləyəcək, baxın, çarpaz vuranda 15-i elə bir 2 dəfə alt-alta yazırsınız. 165 elədi, biri şəriq uzunluğudur. 165 şəriq uzunluğu. Sonra nə deyir? 7-ci saat qurşağı. Mən elə 7-ni də burada yazmışsın üçün 7 vur 15 eləyəcək neçə? 105 şəriq uzunluğu. Görürsünüz, şifahi bir sualdır bu. İndi mən 165-dən gətirib burada 105-ə çıxsam neçə qalar? 60 dərəcə. 60 dərəcə qalır da. Cavabımız da nə deyir? Sualda nə deyir bizə? Coğrafi uzunluq fərqini nə qədər elədi? 60 dərəcə. Deməli, 15-də cavabımız olmalıdır. C variantı. Keçirəm indi sual neçəyə? 16-ya. 16-cı suala keçdik. Biraz ekranı təmizləyim. Çünki bunları bir-bir hesablayacaq hamısını. Nə deyir 16-cı sualda? A, B, C nöqtələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını tapın. Birinci A-dan başlayaq. A-nı birinci verib. 100 dərəcə. 100-ü biz bölsək 15-ə. Baxırım. 100-ün içərisində 15 neçə dəfədir? 6 dəfə var. Nə var? Deməli, 6-nı 15-ə vuranda 90 edirsə 10 qaldı da burada. Nəyə baxırıq? Biz burada qalığa baxırıq. 7,5-dən böyük olduğu üçün üstünə 1 gəlirik. Neçə elədi? 7. Sonra nə etməliyik? 24-dən 7-ni çıxanda neçə qalır? 24-dən bir kənarda çıxın 7-ni. 17 qalır. İndi siz bunu Rum rəqəmi ilə yazmalısınız. Baxın. Deməli, 5, 17 necə yazılır? Yanına da 2 dənə xəttini qoyuruq. Baxıram ki, artıq Y bəndində var. Sonra keçirəm, baxıram B bəndi. B bəndini biz əzbərə bilirik. 0-dır. Baxın, 0 var elə yanında. Digər variantlarda da var. Məsəl üçün,
B ilə biz çıxırıq burada hansı variantı? D variantını çıxırıq. Amma digər variantlarda da görünür. Sonra keçək C-ni hesablayaq. 78 dərəcədir. Mən onu neçəyə bölməliyəm? 15-ə bölməliyəm yenə. Böləndə baxıram 5 dəfə içərisində var. 15-i vursam 5-ə 75 eləsə, qalıqda 3 qalırsa. Deməli 7,5-dən kiçik oldu qalığımız. Olduğu kimi yazacaq. Rum rəqəmi ilə də bu cür yazılır. 5. Bu hərfinə oxşuyur. Y bəndi burada doğru oldu. Digər variantların üstündən xətt çəkin getsin. Keçək indi növbəti sualımıza, 17-ci suala. Bu 17-ci sualı indi oxuyaq görək nə istəyirsən. A və B məntəqələri arasındakı yerli vaxt fərqini hesablayın. A-dan B-yə qədər. Burada nəyə diqqət edirsiniz? Baxın, biri sıfırın solundadır, biri sağındadırsa, fərqli yarımkürələrdə bilirsiniz bu. Bu artıq qərb uzunluğudur, bura qı yazın. Bu tərəfdə şərq uzunluğudur. Deməli, fərqli yarımkürələr nə olurdu? Toplanırdı bizim qaydamıza görə. Mən əgər 20-nin üzərinə 50 gəlsəm, bir kənarda gəlirsiniz 20 üzərində 50. Neçə edir? 70 dərəcə. İndi mən bilirəm ki, 1 dərəcən 4 dəqiqədirsə, 70 dərəcən 70-i 4-ə vuranda 280 dəqiqə edir. 280 dəqiqə eləyirsə, bizə nə deyir? Onu saata çevir. İndi onun içərisində neçədən 60 var? 4-dən 60-ım var, 240. Qalan 40 dəqiqəni yazdım. 4:40. Baxıram, cavablarımızda gördüm ki, 4:40 var. 4 saat 40 dəqiqə. C variantındadırsa doğrudur. Deməli, digər variantları nə edirsiniz? Çıxırsınız. Keçək sual 18-ə. Sual 18-i oxuyaq. Birinci buraları təmizləyək, çünki bu da hesablanmalı bir sualdır elə. Oxuyum qoy 18-i. 50 dərəcə qərb uzunluğunda saat 14:30 olarsa, 15 dərəcə şərq uzunluğu yerli vaxtla saat neçə olar? Şərqə gələndə birinci xəttlərimizi çəkək. 50 qərb uzunluğu. Bax, yazdım bura 50 qərb uzunluğu. Düzdür? 10 saat neçə verir? 14:30. Mən artıq bilirəm ki, bax, buradan 0 dərəcəni keçib gəlmişəm 15 şərq uzunluğuna. Və bura çatanda mən nə deyirdim? Sağ tərəfə gələndə toplayırsınız verilən rəqəmləri. İndi bizdə nələr var? 50-nin üstünə 15 gəlirəm, çünki fərqli yarımkürələrdir. Neçə dərəcə fərq var? Ortada 65 dərəcəlik bir fərqdən söhbət gedir. Ortada mən 65-i yazdım. İndi 1 dərəcəni biz bilirik də. 1 dərəcə 4 dəqiqədirsə. 65 dərəcəni hesablayaq. Bu x-dır. Hələ bilmirik. Mən bir kənarda 65-i vururam neçəyə? Baxın, 65-i 4-ə vurum. Görüm hələ bu neçə dəqiqə? 4 vur 5, 22 yadda. 4 vur 6, 24, 260. 260 elədirsə, bu eləyir neçə saat? 4 saat 20 dəqiqə. 4 saat 20 dəqiqə. Mən dedim ki, sağa gələndə də toplayırsa, 14, 30 üstünə. Baxın, burada yazıram. 4, 20-ni gəlirəm. Eləyir 18, 50. İndi cavablarıma baxıram, hansı variant var? A bəndində var da elə 18-50. Deməli, bütün qaydaları düzgün elədik. Digər variantların da üstündən xətt çəkin geçsin. Bu sualın üstündə həddindən artıq çox yazı yazılır. Demək olar, bütün sualları mən xəritə üzərində hesablayıram. Çətinlik çəkməyim deyə. Qoy buradakı A bəndini pozmayım. Sonra sualları qarışdırırım. Xəttlərini də qaytarım qoyun. Keçək sual 19-a. Yer kürəsinin 60 dərəcə fırlanması üçün nə qədər vaxt lazımdır? Biz yenə bilirik ki, 1 dərəcən 4 dəqiqədirsə, 60 dərəcən neçə dəqiqə olar? X-dırsa 60-ı 4-ə vurub 240-ı tapırıq. 240 dəqiqədir. Cavablarıma baxıram. Həm verə bilərdi bizə, baxın burada B variantı 240, 60-a da bölsəydik 4 saat eləyərdi. Çünki 4-ü 60-a 240 edir də. Digər variantların da üstündən xətt çəkin, geçsin. Keçək sual 20-yə. Sual 20-də nə yazıb? 3-cü və 11-ci saat qurşaqlarının orta meridianlar arasında dərəcə fərqi.
Baxın necə hesablayaq. 3'ü vurursunuz 15'e. 3'ü vuraq 15'e. Neçə edir? 45 edir də. Özdə şərq uzunluğu. 11'i də neysə vurursunuz. Bayaq da vurmuşdum 11'i 15'e. Burada 2 dənə 15'i alt-alta yazdım. 165. Düz yadımda qalıb deyil. 165 şərq uzunluğudur. Bayaqki sualda da həll eləmişdik. Ona görə da bunu yazmıram. Bu şu hərflərdə lap elə yazıram ki, 4 oxşuyur. Nə deyir? Orta meridianları arasında dərəcə fərqi. Biz birinci onda 165-dən çıxmalıyıq 45'i. 0, 2, qaldı burada. Burada da 1. 120 dərəcəni mən tapmışım. Baxın, burada 120 dərəcəm var. Hansı variantda var? Y bəndində var. Diğer variantların üstündən xətt çəkirəm, geçsin. Keçirəm sual 21'ə. 21'ə keçəndə bu ekranı təmizləyək. Sualın üstünü təmizləyim. Oxuyaq görək nə istəyir. 23 sentyabrda günəşin çıxmağını Greenwich'dən 2 saat sonra müşahidə edən səyyah hansı meridian üzərindədir? 2 saat sonra olsun. Baxın, bilirik ki, Greenwich 0 dərəcədir. Bax, üstə 0 dərəcəni də yazdım. 1 saatımız 1 saat. Yazın bura. Neçə dərəcədir? 15 dərəcə. Bəs onda 2 saat 30 dərəcə edir də. 30 dərəcə edirsə, burada nə deyir? 2 saat sonra müşahidə edir. Birinci burada çıxsa, 2 saat sonra harada çıxar? Qərb uzunluğunda. 30 dərəcə qərb uzunluğunda çıxacaq. Cavablarıma da baxıram. Nə deyir? Səyyah hansı meridian üzərindədir? 30 dərəcə qərb uzunluğu. Yəni ki, burada Y bəndi doğrudur. Diğer variantların üstüne xətt çəkərək geçsin. Keçək indi neçənci suala? 22-ci suala. Oxuyaq görək nə istəyir burada. Bakıda yerli vaxtla saat 19:35-dir. Digər məntəqədə isə saat 14:15-dir. Həmin məntəqənin coğrafi uzunluğunu müəyyən edin. Baxıram ki, 19:30. Birinci Bakı bilirik hansı coğrafi uzunluqdadır? 50 dərəcə şərq uzunluğunda. Xətt çəkirəm. Bura 19:15 yazır. Bizə əsas saat lazımdır. Sonra nə deyir? Diğer məntəqəni verib, saatını da verib. Burada saat 14:15'dir. Biz bu ortadakı fərqi görməliyik. Baxın, 5 saat konkret mənə baxanda görürəm ki, fərq var. 14'ün üstünə sən 15 gəlsə 19 edir. Sonra 15'in üstünə 20 gəlməlisən. Deməli, 5 saat 20 dəqiqə fərq var. Bizdən amma nə deyir? Coğrafi uzunluğu tap. Biz bu 5 saatı bilirik ki, baxın, 1 saatımız 15 dərəcədir. Onda 5 saatımız nə qədər eləyərdi? 75. Sonra nə bilirik? 1 dərəcəmiz yazılım burada 4 dəqiqədir. 4 dəqiqədirsə, bəs 20 dəqiqəmiz bura x olsaydı 5 dərəcə eləyəcəkdi. Çünki 20'ni 4'ə bölürsünüz. Elədi neçə dərəcə? 80 dərəcə. İndi nə deyir? 50'dən biz nə edirik? Sola gələndə nə demişdim? Çıxın həmişə. 50'dən 80 çıxsa, baxın, gəlib çatacaqsınız birinci olaraq 0'a. Sonra gəlib çatarsınız 30 dərəcəyə. 30 dərəcə qərb uzunluğuna keçdiniz. 30 qərb uzunluğu ilə 50 şərq uzunluğunu toplasınız. Neçə eləyir? Toplamı 80 eləməlidir. Nə deyir? Həmin məntəqənin coğrafi uzunluğunu tapın deyir. 22'də cavabımız olmalıdır. D bəndi. Sadəcə həmin məntəqənin coğrafi uzunluğunu istəyir bizdən. Bu tip suallarda bu cür yazılır. Bunları da pozun. Hətta diğer yuxarıları da pozuram. Sonra nə edək? Keçək növbəti suala 23'ə. Oxuyaq görək nə istəyir 23'də. Bir-birindən 6660 km məsafədə yerləşən A və B məntəqələr arasında neçə dəqiqə vaxt fərqi var? Birinci biz bunu nə edək? 6660'ı, baxın yazdım bura. Bölürsüz 111'ə. Elədimi bu 60 dərəcə? İndi biz bilirik 1 dərəcə 4 dəqiqədirsə, bəs 60 dərəcə neçə dəqiqədir? X-dırsa, 4'ü 60'a vuranda nə qədər eləyir? 240. Özə neçə dəqiqə vaxt fərqi istəyir? 240 dəqiqə vaxt fərqi var. 23'də cavabımız oldu D variantı. Keçirəm sual 24'ə. Oxuyaq 24'ü.
A və B məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqları hansılardır? Yəni bunları bir-bir hamısını hesablayaq. Bu sualların qısa yolu yoxdur. 36-nı biz nə edirik? Bölürük 15-ə. 36-nı 15-ə böləndə 2 dəfə 30 qaldı 6 qaldı. 7,5-dən kiçikdir. Hə, bu qərb uzunluğu olduğu üçün baxın bura yazıram. Qərb uzunluğu, bu tərəfdə şərq uzunluğudur. Biz 24-dən çıxsaq 2-ni qalacaq 22. Rum rəqəmi ilə necə yazılır? 2 ilə çarpaz x-dir. Sonra 1, 2 dənə də xəttimizi çəkdik. Baxıram cavablarıma görüm. 22 harda var? Hə, C bəndində var. Sonra nə deyir? 69. İndi biz 69-u da bölək. 69-u böləndə baxın 15-ə. İçərisində 4 dəfə varsa 60 eləyir. Burada qaldı 9. İndi 7,5-dən böyük üstünə 1 gəlsəz neçə eləyər? 4-ün üstünə 5 eləyir də. B hərfi olan hansıdır? Baxın C-də var. Hə, C-də varsa deməli nəyi tapdıq biz? 22 ilə 5-ci saat qurşaqlarını tapdıq. Keçək indi sual 25-ə. Bunlara pozaq geçsin. Nə yazıb burada? Vaxt fərqi 1 saat 20 dəqiqə olan A və B məntəqələri arasında məsafə 1 bölünsün 10 milyon miqyaslı xəritədə nə qədərdir? Deməli, vaxt fərqini veribdir. Məntəqələr arasında 1 bölünsün 10 milyon miqyaslı xəritədə nə qədərdir? 1 saatımız bilirəm ki, neçə dərəcə idi? 15 dərəcə. Baxın, 1 saat, yox, belə yazın. 1 saat 15 dərəcədir. Sonra 1 dərəcənin 4 dəqiqədirsə, 20 dəqiqə x idisə 5 dərəcə edir. 15 ilə 5-i toplayanda 20 dərəcə edir. Baxın, bu 15 ilə neçəni topladım? Bu 5-i toplayanda 20 elədir. Sonra nə edir bizdən? 20 dərəcəni biz vurmalıyıq neçəyə? Ekvator üzərində olduğu üçün 111-ə vururam. Eləyəcək 2220 kilometr. Sonra 2220 kilometri bizim miqyas qaydamız da var idi da. Miqyas vurulsun xəritə uzunluğu bərabərdir həqiqi uzunluq. Gördünüz, artıq dərslər hamısı bir-biri ilə əlaqəlidir. Mən nə edirəm burada? Bu qaydanı da yadınıza saldım. İndi keçək miqyasa. Baxın, burada veribdir 10 milyon. Mən onu 100 minə bölsəm, üstündən 5 ilə 0 xəttinə getdi. Qaldı neçə? 100 qaldı orada. 3-ü 1 getdi, 2-si də 1. 100 qalıbsa, baxın, buraya yazsam 100. Artıq sıfırları mən bir kənarda ixtisar edirəm. 22,2 ona böləndə. Hansı variantda var? 23,2. D variantında var. Digər variantları da biz xəttlədik, getdi. Keçək sual 26-ya. Sual 26-nı oxuyaq, yazaq. Birinci ekran sağını təmizləyəm, çünki üstündə yazacaq elə. Görək nə yazıb burada. Ekvator üzərində iki məntəqə arasında 444 kilometr məsafə vardır. Bu məntəqələr arasında neçə dəqiqə zaman fərqi var? Mən bu 444-ü bölürəm 111-ə. Elədi neçə? 4 dərəcə. 1 dərəcə 4 dəqiqədirsə, 4 dərəcə neçə dəqiqə eləyir? X-dır. 4 vur 4, 16. X-in 16 dəqiqədir. 16 dəqiqəmiz var. Biz sualda nə istəyirdik? Neçə dəqiqə zaman fərqi var? 16. A bəndidir. Digər variantların da üstünə xətt çəkdik. Keçdik sual 27-yə. Sual 27-ni indi oxuyun. Bakıdan yerli vaxt fərqi 4 saat 20 dəqiqə irəli olan məntəqənin yerləşdiyi saat qurşağını tapın. Biz nə edəyək burada? Baxın, 1 saat var idi bizdə, 1 saat. 1 saat 15 dərəcədir. Bəs onda 4 saat, 4-ü 15-ə 60 dərəcə. Buranı yadda saxladıq. Sonra qaydamız var idi, bizə bu 60 lazımdır. 1 dərəcə 4 dəqiqə etsə 20 dəqiqə. O da eləyəcək 5 dərəcə. Mənə də indi bu 5 lazımdır. 60-ın üstünə 5-i gəlirəm. Bir aşağıda. Neçə edir? 65 dərəcə.
Buraya qədər bildik. İndi ekranın sağ hissəsini təmizləyək. Sonra nə etməliyik burada? Deyir ki, Bakının yerli vaxt fərqindən irəli, yəni toplayacaq. Bakı, mən burada yazdım 50 şərq uzunluğundadır. Ş.U yazdım. Bilirəm ki, 50 şərq uzunluğundadırsa, olan məntəqənin yerləşdiyi saat qurşağını tapın. 50-nin üstünə 65 gəlirəm, neçə edir? Elədi. 100 deməli 15. 115 edir. Şərq uzunluğu. 15-i nə gəlsə, 115 şərq uzunluğudur. Bura qədər yazdıq. İndi nə deyir bizdən? Bizdən nə istəyir görək? Saat qurşağını tapın. 115-i bölməliyəm mən neçəyə? 115-i bölürəm 15-ə. Bu tərəfi təmizləyək. 115 bölünsün 15. Baxan kimi görünür neçədir? 8 dəfə ola bilməz. İçərisində 7 dəfə götürsəm 105 eləyər. Və 115-dən 105 çıxanda 10 qaldığı üçün 7-nin üzərinə, yəni 7,5-dən görsüz qalıq böyükdür. 1 gəlirsiniz, eləyir 8. 8 varsa, biz Rum rəqəmi ilə necə yazarıq? V yanında 3 dənə deməli, xəttini qoyuruq. Baxdım ki, burada C bəndində var 8. Deməli, 27-də cavabımız oldu C bəndi. Keçək indi sual 28-ə. Bunları pozaq. Sual 28-i oxuyun. 5-ci saat qurşağının orta meridianını tapaq. Bu biraz asan sual oldu bizim üçün. Çünki 5-i 15-ə vuracaqsınız, eləyəcək 75, özdə şərq uzunluğu. Hansı variantlar var? B-də. Keçək indi sual neçəyə? 29-a keçək də. Baxaq görək sual 29-da nə istəyir bizdən? Bunları biraz pozun. Nə qədər yazı var ekranda. Yazıb vaxt fərqi 72 dəqiqə olan A və B məntəqələri arasında həqiqi məsafəni tapın. Biz nə edəyik burada? 1 dərəcə 4 dəqiqədirsə 72 dəqiqə neçə dərəcədir? Hələ ki x dərəcəni tapalım. 72-ni 4-ə bölürəm. İçərisində var. Yəni burada bölüm sizin üçün. 1 32-nin içərisində 8. 18 dərəcə var. Sonra nə deyir? A və B məntəqələri arasında həqiqi məsafəni tapın deyir. 18-i vurması neçəyə? 111-ə. Yəni ki, 11-i vursaq 111-i vursaq 18-ə 8, 8, 8. Yəni 888. Üstünə də gəlirəm neçəni? 111. Bu da elədi nə qədər? 1998 kilometr özdə. Deməli, mənim bütün qaydalarım doğru oldu. Hansı variantı götürdük? D variantını. Keçək indi 30-a. Görün, bir dənə sualı yazmaq üçün bütün ekranı hamısını. Hər neysə. Pozduq indi hamısını. Keçək indi sual 30-a. Yazıb ki, burada vaxt fərqi 1 saat 40 dəqiqə olan A və B məntəqələri arasında məsafə 1/22 milyon miqyaslı xəritədə nə qədərdir? Yəni, bizə vaxt fərqini veribdir. Sonra xəritədəki məsafəni istəyir. 1 saatı mən bilirəm ki, 15 dərəcədir. Onda 15 dərəcədirsə, 20 dəqiqə, yox, 40 dəqiqədir burada. 1 dərəcənin 4-dürsə, 40 dəqiqəni nə qədər eləyir? 40-ı 4-ə böləndə x-ımız neçə eləyəcək? 10 dərəcə. Yəni ki, 15-in üstünə mən, baxın, bu 15 ilə bu 10-u toplasam, eləyəcək neçə? 25 dərəcə. 25 dərəcə oldu. İndi nə deyir bizdən? Bu 25 dərəcəni mən nə etməliyəm? 111-ə vurmalıyam. 111. Bunu da bayaqki elə qayda ilə vursam, 111-i 25-ə vurmaq üçün bayaqki qaydanı tətbiq edirəm. 555 bu eləsin 222. Yəni bunları elə alt-alta 5, 7, 7, 2. 2775. İndi burada nə edəcəm? Bizə kalkulyator da lazım olacaq sualda.
Rəqəmlər həddindən artıq çoxdur. 2775-i bölürəm. Baxın, miqyasda 100 növbəni 5 dənə sıfırımız getdiyi üçün 3-ü 1, 7, 2, 220 qaldı. 220. İndi mən nə etməliyəm burada? 2775 bölünsün 220. 220. Neçələrdir? 12,61. Bəli, 12,61. Cavabımıza da baxırıq. C bəndi doğru oldu. 12,61'i aldıq. 12,61 deyirəm. Ekranda heç görmədim. Üstündən xətt çəkmişəm. 12,61 baxın buradadır. Y bəndindədir. 12,61'dir. Siz onu yazacaqsınız. 12,6 santimetr. Yuvarlaqlaşdırma gedir burada. Deməli, bizdə 30'da Y bəndi doğrudur. İndi bunları təmizləyək. Keçək növbəti suallara. Sual 31. Aralarında 160 dərəcə meridian fərqi olan iki məntəqə arasında nə qədər zaman fərqi var? 160 dərəcə meridian fərqidir. 1 dərəcə mən bilirəm ki, 4 dəqiqəsi. 160 dərəcə zaman fərqini tapanda 160'ı mən 4'ə vursam eləyəcək 0, 4, 640. Yəni bu 640 dəqiqəmiz, bura D-sini yazım. 10 saat eləyir, bu da üstünə 40 dəqiqə. Onu 60'a vuranda 640'ı da üstünə gəlirsiniz. Yəni 10 saat 40 dəqiqə eləyir. Baxıram cavablarıma görürəm 10 saat 40 dəqiqə hansı variantda var? Baxın, burada Y bəndində var. Deməli, digər variantlarımız artıq səhvdir. Keçək sual 32-yə. Görək 32-də nə yazıb tərəf? Sualın şərti böyükdür. Nəysə, artıq buraya qədər yazdım. Adam hər sualı yazdıqca biraz da necə deyərlər, yorulur. Turist 175 dərəcə qərb uzunluğundan ekvator boyu martın 15'ində 270 dərəcə azimutla gəmi ilə nə qədər gedib? 666 kilometr üzdür. Turistin gəlib çatdığı məntəqənin coğrafi koordinatını və ayın tarixini tapın. Baxın, 175 dərəcə qərb uzunluğundadır. Gəlin bunu biz çəkək. 175 yazın bura, qərb uzunluğu olsun. Tən ortaya. Sonra nə deyir? Martın 15'idir, 270. Yəni 270 o deməkdir ki, bax, oxu qoydum, sol tərəfə gəlir. Ekvator boyu 6600, yox, 666. Biz bunu 111'ə bölək. Yəni ki, bu 6 dərəcə hərəkət edir. 6 dərəcə hərəkət edirsə, bu gəlib keçəcək neçəni? 180'dən keçəcək. 5 dərəcəni burada itirdik. 1 dərəcə qalır. 180'dən 1 çıxanda neçə qalır? 179 şərq uzunluğu. Doğrudur. Baxın, bu tərəfə ox qoydum. Bu nöqtəyə gəlir. Burada biraz boxları sərgəli çəkək. Bura qəşəng bir ox çəkirəm. Gəlir bu tərəfə. Sonra nə deyir? Baxın, birinci variantlarına. 179 dərəcə şərq uzunluğu var. B variantımızda var. İndi deyir ki, turistin gəlib çatdığı məntəqənin coğrafi koordinatını, həm də ekvator üzərində də dəyişməyə bax paralel. Sonra deyir ki, ayın tarixini tap. Burada martın 15'idirsə, şərq yarımkürəsində də ayın tarixi olacaq 16 mart. Şərqə keçəndə bir gün üstünə gələcəksiniz 180 dərəcədən. Qərb yarımkürəsindən keçəndə bir gün çıxacaqsınız 15 mart edir. Burada da cavabımız ona görə bir gün üstünə gəldiyimizə görə 16 mart edir. Tarix dəyişdirmə meridianıdır. 32'də cavabımız nə oldu? B. Keçək indi sual 33'ə. Bunları bir silək. Bugünkü mövzuda yazılmalı suallar həddindən artıq çox imiş. 4 yarımkürədə yerləşməyən saat qurşaqları. Baxın, 4 yarımkürədə yerləşənləri biz yadımıza salaq. Birincisi 0'dır. Baxın, 0 var. Değerini çıxdım 0'a görə. Sonra 24 də deyirlər, həm də 0'a.
Ona görə C-ndə çıxdım. Baxın, Y-də də var 24. Sonra 12. Yəni 180 dərəcənin meridian. O da 4 yarımkürədə yerləşir. Mən B-dəki 12-yə görə də çıxdım. Qaldı burada hansı? 4 yarımkürədə yerləşməyən saat qurşağı A bəndində olan 4-cü bir də neçəncidir? 8-ci saat qurşağıdır. Keçirəm indi sual 34-ə. Oxuyaq görək bu 34-də nə var? 21 mart günü Günəş 10 dərəcə şərq uzunluğundakı A məntəqəsindən neçə dəqiqə əvvəl 30 dərəcə şərq uzunluğunda B məntəqəsindən çıxmışdır. 10 dərəcə şərq uzunluğundakı A məntəqəsindən neçə dəqiqə əvvəl 30 dərəcə şərq uzunluğuna çıxıb. Burada biz bilirik ki, 10 dərəcə şərq uzunluğundan qabaq 30 şərq uzunluğu var idi. Bunlar arasında baxırsınız ki, 20 dərəcə fərq var. Əgər 20 dərəcə fərqi siz buradan görə bilirsinizsə, nə edirsiniz? Başlarını qoyub pozun. 1 dərəcəni yadınıza salırsınız, 4 dəqiqədir. Onda 20 dərəcə 80 dəqiqə olar da. Əgər 80 dəqiqədirsə, nədir? B məntəqəsindən çıxmışdır. Burada A-dırsa, hətta mən məntəqələrdə yazım. Burada da B-dir. Deməli, 80 dəqiqə əvvəl B məntəqəsindən çıxıbdır. Cavablarda da var. Bəli, var. C variantı 80 dəqiqə. Keçək sual 35-ə. Gəldik, çatdıq 35-ci sualımıza. Bunları pozum, ehtiyac yoxdur. Bəzi sualları siz istəsiniz vərəqdə hesablayın. Bəzilərini şifahi yazmaq olur. 6-cı saat qurşağının orta meridianı ilə 11-ci saat qurşağının orta meridianı arasında dərəcə və vaxt fərqini tapın. 6-nı vurursunuz 15-ə. 6 vur 5, 33 yadda, 90 şərq uzunluğundan burada söhbət gedir. 11-i vururam 15-ə. Bayaqlarını da vurmuşdum elə. İstəsəz bir dəfə də yoxlayaq. Eyni rəqəm 165. 165 şərq uzunluğundan söhbət gedir burada. Qoy bu rəqəmi qəşəng yazaq. Nə deyir burada? Vaxt fərqini tapın deyir də. Həm dərəcə, həm vaxt. Buradan 165-dən mən çıxıram neçəni? 90-ı. Nə qədər elədi? 75 dərəcə. 2 dənə variantda var ha. Həm A-da var, həm də D-də. İndi bizdən nə istəyir? Deyir ki, onun vaxt fərqini hesabla. 1 dərəcəni bilirik ki, 4 dəqiqədirsə, burada balaca yazdım. 75 dərəcə. 75-i 4-ə vuranda nə qədər eləyir? Eləyir 4 vur 5, 22 yadda. 4'ü 7, 28, 300. Yəni 300 dəqiqə. Baxın, burada 300 dəqiqə hansı variantda var? D variantında var. Deməli, şeydə sual 36-ya. Buranı da tutardıq da. Nəsə, biraz çox yorulduq sualları yazana qədər. Sxemə əsasən el məntəqəsinin coğrafi uzunluğunu tapın. Baxıram ki, burada nə verir? 18, 44, 19, 56. Buradan 44-ün üstünə 16 dəqiqə gəlsəz, eləyəcək 19. Yəni 16 dəqiqəmiz var artıq. Baxın burada 44-dən 16 gələndə eləyəcək 19. 0, 0. 19, 56. Yəni 56 dəqiqəmiz də var. Qalan 56-da gəlirik. Bu dəqiqələri toplayırsınız. Alt-alta da toplaya bilərik. İstəsəz. Toplayaq görək 56 ilə 16. Görək neçə dəqiqəlik bir fərq var. Toplayaq. 6-nın üstünə 6 gələndə eləyəcək 12, 1 yadda. Sonra 1-in üstünə də 5 gəlsin 6, o da 1, 7, 72. 72 dəqiqə. İndi 1 dərəcə 4 dəqiqədirsə, 72 dəqiqə neçə dərəcədir? 72-ni biz bölməliyik onda 4-ə. 1 eləsə 4. 32-nin də içərisində 8 dəfə. 18 dərəcə. 18 dərəcəni mən tapdım. 22-nin üstünə sağda gələndə nə deyirdik? Həmişə toplayırdıq deyirdim də. Gələcəksiniz 18. Eləyəcək 40 dərəcə şərq uzunluğu. Baxın 40 şərq uzunluğu elədi.
Variantlarımızdan baxıram, A bəndində var. Keçək sual 37-yə. İndi oxuyaq ki, 37-də nə istəyir bizdən? Sxemə əsasən A və B məntəqələr arasında 3 saat 20 dəqiqə yerli vaxt fərqi mövcuddur. Bu məntəqələr arasında məsafənin orta miqyaslı tədris qlobusu neçə santimetr olduğunu tapın. 3 saat. Baxın 3 saat. 1 saatımız 15 dərəcədir. 1 saat 15-dirsə, xətt çəkin bura. Qoy başdan yazaq. 1 saat 15-dirsə, 15 dərəcədir. 3 saatımız da edir nə qədər? 45 dərəcə. Sizə 45 dərəcə lazımdır. Sonra 20 dəqiqəyə baxırsınız. 1 dərəcənin 4 dəqiqədirsə, bəs 20 dəqiqə, o da 5 elədir. 24-də 5 eləyir, baxın. 5-i yadda saxsız, 45-in üstünə 5 gəlin. Nə qədər elədir? 50 dərəcə. Sizə 50 dərəcəni axtarırsınız. İndi nə edir? Orta miqyaslı tədris qlobusunda. Biz 50 dərəcəni kilometrə çevirməliyik. Çünki 50-ni mən vursam 111-ə 5550 kilometr edir. Orta miqyaslı. Birincisi gəlirdi 30 milyon. Bir saniyə qoy fikirləşim. 30 milyon, 50 milyon, bir də 83 milyonluq qlobuslarımız var idi. İndi mən bura orta miqyaslı, yəni 50 milyonu yazım. 1, 2, 3. 1, 2, 3. Biz bunun 5 sıfırını silirik. Yəni 100 minə bölürük. Qaldı burada 500. İndi mən nə edirəm? Qoy biraz bu tərəfdə ekranı böyüdək. 550-ni mən tapmışam. 5550-ni tapmışam. Bölsəm onu 500-ə. Sıfırlarımı mən atıram buradan. Bir sıfırı da vergüllə gətirib əvəzləsək. 55,5-i bölsəm 5-ə eləyəcək 11,1. Baxıram cavablarım. 11,1 var, hə var. A bəndi var idi. Bu sualın ən çətin yeri hara oldu? Orta miqyaslı tədris qlobusunu yada salmalısınız ki, görün neçədir. Mən artıq bu cür sualları çox yazıram deyə əzbərləmişəm. 30 milyon, 50 milyon və 83 milyondur. Qələmin vaxtı qutardı, yanacaq. Deməli, 37-yi də yazdıq. Keçək sual necə? 38-ə. Biraz bunların üstünü təmizləyək, sonra yazımızı çaşırıq. Burada yaxşı qələmlər də var aslında. Baxın, sual 38-də ikinci saat qurşağının orta meridianı ilə Bakı şəhəri arasında zaman fərqini müəyyən edin. Bax, ikinci saat qurşağı 2-ni 15-ə vurursunuz. Belə yaddaşınızda. Bəzi adamlar əzbərə bilir bunu. 30 dərəcə şərq uzunluğudursa, 30-u buraya yazırsınız. Sonra 50 şərq uzunluğunda sağ tərəfə yazırsınız. Xəritəmizi quraq özümüz üçün. Bakı şəhəri arasında zaman fərqini müəyyən edin. Buradan bura baxırsınız neçə dərəcədir? 20 dərəcədir. Mən bilirəm ki, 1 dərəcə 4 dəqiqədirsə, 20 dərəcə neçə dəqiqədir? X-dırsa 20-ni 4-ə vuranda nə qədər edir? 80 dəqiqə. İndi cavablarımıza baxaq. 80 dəqiqə harada var? A bəndində var. Keçək sual 39-a. Bu biraz elə bir asan sual oldu. 30 dərəcə şərq uzunluğu yerli vaxtla saat 20:00 və çərşənbə axşamıdır. 105 dərəcə şərq uzunluğundakı məntəqədə yerli vaxtı və həftənin hansı günü olduğunu müəyyən edin. Birinci gəlibdir 30 dərəcə şərq uzunluğu. Sonra nə var burada? Saatı da verib 20:00. 20:00. Nə deyir burada? Çərşənbə axşamıdır, yəni həftənin ikinci günüdür. 105 dərəcə şərq uzunluğundan bizdən söhbət gedir. 105-də mən buraya yazsam. Yazım bura şərq uzunluğu. Sonra nə var görək? 105 şərq uzunluğu məntəqədə yerli vaxtı tap. Yəni ki, 30 ilə 105 arasındakı mən birinci dərəcə fərqini tapmalıyam. Neçə dərəcə fərq var? 75 dərəcə. Baxın, sualda 1 saatımız əgər 15 idisə, dərəcəsi 75 dərəcə ilə mən bilirəm ki,
Buradan tapdım. 5 saat deməkdir. Yəni 75 dərəcə 5 saatdır. Belə olduğu halda biz həmişə deyirdik ki, sağa gələndə nə edirik? Toplayırıq da. 20-nin üstünə 5 gəlsəz, eləyəcək artıq 24-ü keçir, 0, 1 eləyir. 0, 1. Yəni 0, 1, 0, 0. Yazsam bura. Oldu neçənci gün? 3-cü gün. Sərşənbə gününə keçdik. Yəni burada B variantı oldu. 5 saat gələndə. 4 saat gəlsəydi 24:00 olardı. Amma biz 5 saat gəlirik, artıq 1 yazılmalıdır. 24-ü artıq keçdik. Sonra keçək sual 40-a. Sual 40-ı oxuyaq görək nə var burada. 3-cü saat qurşağında yerləşən coğrafi uzunluqları seçin. 3-cü saat qurşağı 3-ü 15-ə vurun. Nə qədər edir? 45. Bunun kənar sərhədlərini tapmaq istəyir bizdən. 37,5 aralığı ilə 52,5 aralığında olsun. Saat qurşağında yerləşən coğrafi uzunluqlar. 16 qərb uzunluğu ola bilməz. Buradan qərb uzunluğunda çıxıram, o da olamır. Çünki bizdə şərq uzunluğudur. Bax, şır yazdım hər ikisinə. 44-ü verib. 44-ü götürək. 23 verib. Olmaz. 51 olar. 39 deyibsə, o da olar. Baxıram indi 2, 5, 6. 2, 5, 6 Y bəndində var. Digər variantların üstünə neynəsin? Xətt çəkin, geçsin. Keçək sual 41-ə. Oxuyaq görək sual 41-də nə var? Xəritə sxemaya əsasən hansı iki şəhər arasında yerli vaxt fərqinin daha çox olduğunu müəyyən edin. Bir-birindən daha uzaq olan şəhərlərə baxacaq. Bakı ilə Quba yaxın, Şuşa ilə Naxçıvan yaxın, Bakı Naxçıvan uzaq axtardığımız variantdır. Lənkəran Quba bir-birinə çox yaxındır. Şuşa ilə Lənkəran yaxındır. Ən uzağı istəyir də bizdən. Yerli vaxt fərqinin daha çox olduğunu müəyyən edin. Bakı ilə Naxçıvan arasında baxın, buradan xəttlə çəkirəm, görsün nə qədərdir. Deməli, yerli vaxt fərqi daha çox olacaq. Hətta necə olur? Bakıda günəş çıxandan müəyyən müddət sonra Naxçıvanda günəş görünəcək. Sonra keçək sual 42-yə. Nə yazıb sual 42-yə? Daşkənd Özbəkistan paytaxtıdır, Tbilisi də Gürcüstan. Daşkənd və Tbilisi şəhərləri arasında yerli vaxt fərqini hesablayın. Burada eynilikləri verib, bizə eyniliklər lazım deyil. 69-dan biz çıxırıq burada 42-ni. Yox, 45-i. Uzunluqdan uzunluğu çıxırsınız. 4 qaldı 24. 24 dərəcə. İndi mən bilirəm ki, 1 dərəcə 4 dəqiqədirsə 24 dərəcə x isə 4 vur 4 16 eləyir. 1 yadda 4 vur 8 96 dəqiqə. 96 dəqiqə neçə saatdır? 1 saat 36 dəqiqədir. Baxıram ki, burada Y bəndində var. 1 saat 36 dəqiqə. Digər variantların üstünə xətt çəkin, geçsin. Keçək sual 43-ə. Bunları təmizləyək indi. Sualların üstünü yazmışıq. Suallar görünür burada. Nə deyir sual 43-də? 4-cü və 20-ci saat qurşaqlarının sərhədlərini müvafiq olaraq hansı meridianlara uyğun gəlir? Sərhədləri hansı meridianlara uyğun gəlir deyir. 4-ü mən bilirəm ki, 15-ə vururam. 4 vur 15 neçə edir? 60. Bunun üstünə 7,5 gəlib. 7,5 çıxanda eləyəcək. 52,5, 67,5. Özdə şərq uzunluğu. Şıqları da yazdım bura. Hansı variantlarda var? B variantında var. Sonra keçək digərini hesablayaq. 24-dən biz çıxırıq. Baxın, burada yazıb. 24-dən 20-ni çıxsaq 4 eləyəcək. Və eyni qaydanı təzədən burada tətbiq edəndə sadəcə bunların hərfi dəyişib olacaq Q hərfi. Qərb uzunluğu. 52,5 qərb uzunluğu. Buraya yazın. 67,5 qərb uzunluğu. Baxın, hansı variantdadır? B variantında var. Digər variantların üstündən xətt çəkirik. Keçirik sual 44-ə.
8-ci və 21-ci saat qurşaqlarının sərhədləri müvafiq olaraq hansı meridianlara uyğun gəlir? Gəlin bunları yazmamışdan qabaq ekranımızı bir təmizləyək ki, qarışmasın suallar. 8-i neyinirsiniz? 15-ə vurursunuz. 120. 7,5 həm üstünə gəlib, həm də çıxanda. 112,5 şərq uzunluğu. 127,5 şərq uzunluğu. Baxıram görüm hansı variantlarda var. C bəndində var. Amma biz digərini hesablamamışıq hələ. 24-dən biz birinci çıxmalıyıq 21-i. Çünki qərb uzunluqda eləyir 3. 3-ü vururam mən 15-ə. Eləyir neçə? 45. 45-dən 7,5 çıxanda nə qədər eləyir? 37,5. Amma qərbdədir. Bu səfər neyinirik? Üstünə 7,5 gələndə 52,5. Bu da elədi. Qərb uzunluğu. Baxıram indi cavablarımıza görək nə var burada. 37,5 qərb uzunluğu, 52,5 qərb uzunluğu. C bəndi var imiş. Diğer variantların üstüne xətt çəkək, geçsin. Keçək 45-ə. 45 də yazılmalı sualdır. 45-i oxuyaq. Greenwich meridianı aralarında 120 dəqiqə yerli vaxt fərqi olan iki məntəqədən eyni məsafədə yerləşir. Eyni enlikdə yerləşən bu iki məntəqənin coğrafi uzunluqlarını müəyyən edin. Eyni məsafədə yerləşir də deyir. Mən buradan nəyə bilməliyim? 1 dərəcə 4 dəqiqədirsə 120 dəqiqə. 120 dəqiqəni bölürəm 4-ə, tapıram ki, x 30 dərəcədir. Deməli, nədir? Greenwich meridianı aralarında 120 dəqiqə yerli vaxt fərqi olan iki məntəqədən eyni məsafədə. Yəni 30 dərəcə bunların toplamı eləməlidir. İndi baxıram ki, variantlar 15-in üstünə 15 30 doğrudur. 85 ilə 5 böyükdür, bu 90 dərəcələrdir. Sonra 25 ilə 75 bu 100 dərəcəyə gəlib çatdı. 50 ilə 50 100 dərəcədir yenə. Sonra 75 ilə 55 bu da görürsünüz ki, böyük rəqəmdir. Yəni 130 dərəcə edir. Bu da olmaz. Bizə 30 dərəcə lazım idi. Tapdıq, A bəndi doğru oldu. Gəlin indi B qrup test tapşırıqlarında sual 46-nı yazaq. Demək olar, adam yazdıqca təmiz yorulur bu suallar. 20 dərəcəlik paralelin 1 dərəcəlik ölçünün uzunluğu 104,6 km. Bu paralel boyunca yerin öz xəyali oxu ətrafında orta fırlanma sürətini hesablayın. Mən bilirəm ki, 1 dərəcəlik ölçünün uzunluğu nə qədər verir? 104,6-dır da. Yəni ki, 4 dəqiqəyə, baxın 4 dəqiqə yazıram. 4 dəqiqəyə 104,6-dır. Baxın yazdım bura. Bu 1 dərəcədə bilirsiniz ki, nəyə bərabər idi? 1 dərəcə 4 dəqiqəyə bərabərdir də. Baxın buraya yazıram. 1 dərəcə 4 dəqiqəyə bərabərdir. Deməli 4 dəqiqədə bu 104,6-dır. Çünki verib deyil bu şərtdə. Sonra nə deyim? Bu paralel boyunca yerin öz xəyali oxu ətrafında orta fırlanma sürətini hesablayın. Yəni ki, saatla deyibsə, 1 saatımız 60 dəqiqəsə, buraya baxın 60 yazıram. İndi mən nə edirəm burada? 104,6-nı baxın, kalkulyatorda elə vuracağım. 104,6 vurulsun neçə? 60. Burada tənasübümüzü vururuq. Sonra bölünsün 4. Və bərabər neçəyə? 1569. Baxıram ki, x bərabər oldu neçəyə? 1569-a. Biz indi buradan nəyə tapdıq? Gəlin bir kalkulyatoru bağlayım. Bu paralel boyunca yerin öz xəyali oxu ətrafında orta fırlanma sürətini hesablayın. Yəni 1 saatda 1569 km hərəkət edir. Keçək indi sual neçəyə? 47-yə. Oxuyaq sual 47-ni. Yəni bu üsulu da özüm tapmışam. Amma başqa müəllimlərə baxmışam, hələ bir cür yazır. Bu da mənim üsulumdur. Çünki sualın şərtində verir saat. Saatda bilirəm 60 dəqiqədir. 4 dəqiqəni də bilirəm ki, 104,6-dır. Bu üsulda rahat bir, yəni ki, həll etmək olur.
Keçən onda sual 47-yə. K və L məntəqələrinin ümumi cəhətləri. Coğrafi koordinatları eynidir. Baxırsan ki, fərqlidir. Biri sol tərəfindədir, biri sağında olmaz. Sonra nədir? Şimal tropik xəttinə qədər olan ən qısa məsafə eynidir. Bunu götürə bilərik. Yerli vaxtları eynidir. Olmaz. Qütblərdən məsafələr eynidir. Götürək. Eyni işıqlanma quşaqlarında yerləşirlər. Doğrudur. Buna götürək. 2, 4, 5. 2, 4, 5'ə baxıram burada. Y bəndində var. Y bəndində varsa digər variantların üstündən xətt çəkirəm. Geçsin. Keçirəm sual 48-ə. Yazıb bütün saat quşaqlarında yerləşən müvafiq materik və okean. Bilirəm ki, olacaq Antarktida, bir də Şimal Buzlu okean. Çünki biri şimaldadır, Şimal Buzlu okean, cənubda olan da Antarktida materikidir. Digər variantların içərisinə baxsın, Antarktida var idi C bəndində. Amma Sakit okeanı götürülməzdik. Buradan uyğun olmurdu. Şimal Buzlu okean D-də olsa da Şimali Amerikan götürülməyəcəkdi. Keçək sual 49-a. Yazıb Bakıda yerli vaxtla saat 10:00 olarsa, cədvəldə verilmiş məntəqələrin yerli vaxtlarını nəzərə alaraq hansının 45 dərəcə şərq uzunluğunda yerləşdiyini müəyyən edin. Baxın, biz nə edirik burada? Bakı 50 şərq uzunluğunda yerləşir. Burada saat 10:00-dır. Deyir 45 dərəcə şərq uzunluğunda yerləşdiyini müəyyən edin. Yəni verilmiş məntəqələrin yerli vaxtlarını nəzərə alır. 45-i mən bura yazıram. 45. Baxıram ki, ortada 5 dərəcə fərq var. Yəni 5 dərəcəmiz 1 dərəcə 4 dəqiqəlisə 5 dərəcə 5 dərəcəndə bərabər olur 20 dəqiqə. Əgər 20 dəqiqəlisə və sol tərəfdə olanda nə demişdik çıxırdı? 10:00-dan 20 dəqiqə çıxanda 9, bura 9 qalır. 60-dan 20 çıxıram, qalır 40. 9:40. İndi cavablara baxıram, 9:40 hansında var? Şərurda. Şərur özü hansı variantdadır? Y bəndində. Bizim doğru cavabımız nə oldu? Şərur. Keçirəm sual 50-yə. Görək nə yazıb burada. Günəşin eyni anda səmada vəziyyətləri göstərilən məntəqələrdən hansı daha şərqdə yerləşir? Daha şərqdə yerləşirsə, deməli orada artıq günəş batmaq üzrədir. Baxıram görüm hansında batır. Burada gün ortadır, ağda. C-də baxırsan hələ günəş təzə çıxmaq istəyir. Y-də də eyni vəziyyətdə təzə çıxıbdır. D-də artıq gün ortadan biraz keçibdir. Haradaysa gün ortadan neçə saat keçər təqribən olaraq 45, 3 saat keçibsə 3 olar da burada. D-ni də çıxırıq. B-də baxırsınız ki, artıq batmaq üzrədir. Yəni bu daha şərqdədir. Deməli bizim bugünkü testimiz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.